Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, RM Art Studiyonun rəhbəri, Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə tərtib edilən rəssam Rəsmiyə Mahmudov. Rəsmiyə xanım, sizi qeyd etmək istəyirəm. Bəhtiyar müəllim. Yəqin Rəsmiyə xanım Pedaqoji Universitetinin yaradılması 100 illiyi ilə bağlı qabaqcıl təhsil. Təbrik edirəm. Eyni zamanda Rəsmiyə Mahmudova, onu demək istəyirəm ki, bütün Ulu Öndər Heydər Əliyevin uzun illərlə həyata keçirdiyimiz birlikdə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı ilə birgə deməli rayonlarımıza bilirsiniz ki, etüdlər həyata keçiririk. Həmin etüdlərdə birbaşa Rəsmiyə xanım Mahmudova tələbələri ilə hər zaman iştirak edirlər. Bir çox müəllimlər kimi ön plandadır. Məndən sağlayın. Bir neçə ildir bir yerdə əməkdaşlıq edirik. Tələbələrim də sağ olsun ki, həmişə mənlə bir yumruq kimi birləşir və tədbirlərdə iştirak edir. Burada iştirak edən bütün gənclərə öz təşəkkürümü bildirirəm. Həmişə belə saxlayın sükanı və davam edin. Mən sizə hər birinizə uğurlar arzulayıram. Mən də sizin hər birinizə əməkdar rəssam, xalq rəssam arzuluyuram.